Eren-Mik testindən bağlayıcı bölməsinə aid suallardan 16-cı sualın izahı. Hansı söz həm bağlayıcı, həm də ədat, həm də mürəkkəb bağlayıcı və mürəkkəb ədatın tərkib hissəsi ola bilər? Deməli, nə bağlayıcı da ola bilər, ədat da ola bilər, ancaq mürəkkəb ədat olmur. Daha bağlayıcı da mürəkkəb ədat tərkib hissəsində olmayanı, daha bağlayıcı da olur, ədat olur, ancaq mürəkkəb ədatın tərkib hissəsində olmur. Hətta bağlayıcı da olur, ədat da olur, amma nə mürəkkəb bağlayıcı, nə mürəkkəb ədatın tərkib hissəsində olmur. Yalnız da onun kimi. Burada 2-dir cavabımız. 2 həm bağlayıcı olur, aydınlaşma bağlayıcısı, həm ədat olur, sual ədatı. Sonra mürəkkəb bağlayıcı kimi belə ki, mürəkkəb bağlayıcı, mürəkkəb ədat kimi isə kaş ki, arz ədatı. Kaş ki. Deməli, ən uyğun cavabımız C variantıdır. Sonra fərqləndirilən sözün bağlayıcı olduğu variantı seçin. Bərabər evə gəldik, oturdu, ailə üzvlərlə tanış oldu. Bağlayıcı olduğu variant kimin ailə üzvləri? Burada qoşmadır. Hər kəsdən də əvvəl gözə çarpan, çalışqan və fədakar türk qadın idi. Burada də, hər kəsdən də əvvəl, ondan da əvvəl, məndən də əvvəl, məsələ ondan, o qızdan da əvvəl, bu qızdan da, məsələ də burada təkrarlanır deyə elə bağlayıcımız budur. Bundan da sonra, burada hər ikisini bərabər göstəribdir. O evdə işlər qoyun və quzu dərisindən tikdiyi papaqları bazada əlində gəzdirməklə satardı. Burada bağlayıcı deyil. Deyir ki, fərqləndirilən hissə olsun, fərqləndirilən söz. Burada hər ikisi fərqləndiribdir. İnanıram ki, indi olmasa da, gələcəkdə, burada sağdan sonra gələn da ədatdır. Bu da olmadı. Tarixlərin şahididir mənim bu ağ birçəyim. Görürəm ki, burada hər ikisini fərqləndiribdir. Bağlayıcı deyil, bağlayıcı bu ola bilər, amma bu ola bilməz. Ona görə E variantda bizim cavabımız deyil. Cavabımız oldu B variantı 17-də.